Bitkiləri bitkilərə qatmaq necə pis təsir eləyir? Tutaq ki, mən bu bitkini də qurutmuşam. Məsəl üçün, deyək ki, qara çörək otunu da qurutmuşam, ət otunu da qurutmuşam, kek otunu da və yaxud da zəncir otun yarpız. Onlardan ümumi bir komplet çay dəmləyib içirəm. Belə qarışdırmaq lazımdır. Çünki bütün dava dərmanların tərkibində, yəni indi deyirlər bir, amma kimyadır. Əslində deyirlər ki, bitki tərkibdə filan. Bitkinə gəzirik. Yəni bunları bir yerdə qatışdırıb içmək yaxşıdır, yoxsa tək-tək onları dəmləmək yaxşıdır? İndi normal qaydada bitkiyə baxır. Hansı bitki ilə hansı bitkini qarışdırmaq olar, ya olmaz. Elə bitkilər var, onları qarışdırmaq olar, eləsi var, qarışdırmaq olmaz. Bir halda ki, deyirəm ki, kəhli otudur, nanədir, yarpızdır, o qrupadan olan bir ələm bitkilərdir. Onu sən ömrü boyu içirsən heç nə. Bir də var içində deyirəm ki, filan, indi saydım, dəfnə yarpağı, gizdikan, bunlar qanı qatılaşdırır. Sən bunu daimi qatsan, onlara da yəni müvəqqəti qata bilərsən nəyisə. Müvəqqəti. Bir də nəyi qatmaq olmaz, yenə də fərqli. Mən bitkiyi bilmirəm. Elə bitki var, qatmaq olmaz. Qatanda onun tərkibi zəifləyir, effekt azalır. Məsələn, tutaq ki, itburnu meyvəsi vitamin C ilə olduqca zəngindir. Duzu, daşı, əridir, təzyiqi salır, qan təzyiqini falan. Sən ancaq qanı qatılaşdırır. İtburnu. Sən onun fasiləsiz içə bilməzsən. Yəni, yemişən içərsən. Yemişən ürək döyüntüləri normaya salmaq və qan təzyiqini aşağı salmaq üçündür.